bir həftə hesablasaq 12 həftəyə, bir gündən hesablasaq 12 günə, bir illə hesablasaq 12 ilə qazana bilərik. Yəni burada artıq seçim bizimdir, bizim işli gedişat mənasıdır. Və bu 2 bal sistemi. 2 bal sistemi dediyim kimi 200 manatlandır. Sən üzv oldun, sağ sol üzv elədin, ilk mərhələdə aldın 30, 60, 120 eyni formada davam edir. Və bu hesablama sistemi 2 bal sistemi ilə gəlsə, hər ay öz işinə fərqli 2 balla bir aya sistemə dəvət eləsə, sən 122.200 daha doğrusu 100.880 manat qazana bilərsən bu bir il ərzində hesablamalı. Bu dediyim kimi yenə bir həftəyə, bir aya və s. Və növbəti mərhələ nədir? Voucher mərhələsi. Voucher mərhələsi nədir? Hər 2-nin 2-yə balansı yaratdığı mərhələ bir step adlanır, bir addım adlanır. Sən 5 step, 2-in 2, 30 alırsan, ola bilər ki, bir həftənin, bir 15 günlük içində 5 dənə step keçəsən. Və növbəti stepində, 6-cı stepində cəmi bir 30 manatın gedir voucher bankına. Voucher bankın nədir? Yəni, sən onu görürsən, amma götürə bilmirsən. Və bu minvalla gedir, hər 6-cı mərhələdə cəmi 30 manatın gedir, düşür bura. Və beləliklə şirkətdə belə limitlər var. Limitlər nədir? Gündəlik 1050, aylıq 7350 və s. illik, yəni bundan artıq qazana bilməsin. Əgər bundan artıq şirkət pul versə, özü iflasa gedər. Və fikirləşə bilərsən ki, bəs yaxşı, bu voucher bankıma gedən 30-lar necə oldu? Bunlar şirkət sənə növbəti mərhələdə rütbə və pul şəklində və üstündə maaşla geri qaytarır. Necə? Sən ilk mərhələdə birinci rütbəni tamamlayırsan.